O ki, dilləri əqrəblər var, qəbirdə ilanlar var, nəmnələr var. Bəziləri də ateistlər filanlar ələ salır ki, bunların danışıqlar. Elə bilir, o yerin altında gedən ilanlardan danışır. O əqrəb düz nədir? Sancırdır ne kimsə sözündən. Onun qiyamətdə bir cəzası var qəbirdəki. Onun adını əqrəblə ifadə edir sadəcə. Onun təsəvvüründə sənin əqrəb yaxındır o əzaba, əqrəb sancması. Onu əqrəb kimi ifadə edir, o sənin öz əməlində. Süfrəni qoyarlar qabağa, deyər, bu süfrəni hazırlamısan, bunu yiyəcəksən. Qiyamət bu deməkdir. O əqrəb, yəni həmin o sənin sancdığın ki, adamların qəlbindən nə hal yaradır. Onun əzabı özünə qayıdacaq, dillə qəbrin əqrəbləri. Yoxsa bu gördüyümüz ilandan, əqrəbdən deyil. O başqa bir şeydir. Bütün bunlara inanaq. İnanaq ona görə, o mənada yox ki, yəqin tapaq. Ehtimalla başlayaq. Əl-ləzinə yəzunnunə ənəhum mulaqu Rabbihim. O kəslər ki, ehtimal verirlər ki, Allahı görəcəklər. Qiyamətə yəqinlə başlamazlar. Bir nəfər alimin yanına gəldi, mənim şəkkim var qiyamətə. Deyir, necə? Deyir, 50-50-yə. Deyir, xoşbəxt adamsan. 50-50-yə böyük şeydir. Sən 50-50-yə ilə başla. Va'bud rabbəkə hətta yətiyəkəl yəqin. Bəndəli elə ki, yəqinə çatasan. Axırıncı gecədə İmam Hüseyin pərdəni çəkdi, göstərdi cənnəti. Sən şübhə ilə başla ki, bəlkə var, bəlkə yoxdur hələ. Yavaş-yavaş yəqinə getsən. Yavaş-yavaş işin düzəlsin. Şeyx Şuşləri çıxdı minbərdən, dedi ki, çıxdı oturdu minbərdə, belə, deyəsən yanıq iyi gəlir elə bil. Cəmaatı da bilmirsiniz, yanıq iyi gəlir, o buna, bu ona, durdular qaçmağa məsciddən. Sıxlıq yarandı qapıda, dedi, Cəfər Kəzzab, yalancı Cəfər özünə dedi, sizə deyir, yanıq iyi gəlir, durub qaçırsınız, 124 min sadiq Peyğəmbər deyir, yanıq iyi gəlir.